Salam müəllimlər, bugünkü mövzumuz büdcəyə qənaət, şəxsi büdcə mövzusudur. Qənaət edilmiş vəsait nədir? Ailənin ümumi gəlirindən yaşayış üçün sərf olunmuş pulların qənaəti hesabına yığılmış pul kütləsinə qənaət edilmiş vəsait deyilir. Deməli, pulların qənaət hesabına yığılmış pul kütləsinə qənaət edilmiş vəsait deyilir. Bəs qənaət edilmiş pul vəsaiti harada saxlanmalıdır? Bunu necə yadımızda saxlayırıq? Dövlət tərəfindən yaradılmış əmanət bankları bir tərəfdən bu məqsədə xidmət edir və əmanət bankına yatırılmış pul faizlər hesabına artır və pul sahibi əlavə gəlir əldə edəcək. Və qənaət edilmiş vəsait qiymətli kağızdır, əntiq əşyalardır. Əntiq deyəndə, yəni qədim əşyalar müəllimlər. Qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarının alınmasına sərf etmək məqsədə uyğundur. Deməli, harda saxlanmalıdır? Dövlət tərəfindən yaradılmış əmanət banklarında. Bu zaman pul faiz hesabını artır və pul sahibi əlavə gəlir əldə edir. Qiymətli kağızda, əntiq əşyalarda, qiymətli metallardan hazırlanmış zərgərlik məmulatlarında sərf etmək məqsədə uyğundur. Və qənaət edilmiş pulun daşınmaz əmlaka yatırılması da daha çox gəlir əldə edəcək. Çünki daşınmaz əmlakın dəyəri bazarda çox sürətlə artır. Bəs nədir daşınmaz əmlak? Torpaq və torpaq üzərində yerləşən mülkiyyət, yəni istehsalat sahələri, yaşayış binaları daxildir. Bəs ailə büdcəsinin yalnız düşünülmüş idarə olunması nəticəsində qənaət etmək olar. Və ailənin pul vəsaitinin qorunmasının hansı üsulları var? İlk növbədə uzun müddətli istifadəyə yararlı və keyfiyyətli əşyalar alınması, yığım sığortası, bank əmanəti, incəsənət əsərləridir, qiymətli metallardır, kolleksiya toplamadır, məsələn, metal puldur, poçt markalardır, daşınmaz əmlakdır, xarici valyutanın alınması da nağd pulun saxlanması daxildir. Ailə büdcəsindən əlavə ailə üzvlərinin şəxsi büdcəsi də olur. Müəllimlər, ümumiyyətcə büdcə nədir? Bilirik ki, büdcə müəyyən zaman kəsiyində gəlirin və xərcin planlaşdırılması zamanı, zaman kəsiyi isə həftə, ay, rüb, yarım il ola bilər. Və biz büdcəni aşağı siniflərdə də keçmişdik ki, büdcə ingilis dilində pul çantası deməkdir. Və müəllimlər qeyd etdiyim kimi, müəyyən zaman kəsində gəlir xərcin planlaşdırılması da, zaman kəsi isə həftədir, aydır, rübdür. Bu hissəyə diqqət yetirilir ki, bəzən qram verirlər, müəyyən hissələr verirlər. Yadımızda saxlayırıq ki, zaman kəsi həftə olur, ay olur, rüb, yarım il ola bilir. Bəs nədir şəxsi büdcə? Şəxsi büdcə isə bir fərdin müəyyən zaman kəsirində gəlirin və xərcin planlaşdırılmasıdır. Baxın, şəxsi, yəni bir nəfərə məxsusdur. Bəs xərcləri azaltmaqla pulaya qənaət etməyin əsas prinsipləri dedikdə biz yəni xərclərimizi necə azaldıb pula qənaət edə bilərik? Lazımsız pul israfından qorunmaq üçün müəyyən qaydalara riayət etmək lazımdır. İlk növbədə nağd pulla alış-veriş etmək lazımdır. İndi əhali arasında plastik kartla alış-veriş hallanıb. Bu kartlarda müxtəlif xidmət və malların dəyərini ödəmək üçün istifadə edilir, amma alış-veriş zamanı nağd puldan istifadə edilərsə, xərclənən vəsaitin miqdarı göz önündə olar və israfçılığa yol verilməz. Alış-veriş zamanı qiyməti endirmək lazımdır. Məsələn, alış-veriş zamanı qiymətin endirilməsi qənaət üçün imkan yaradır. Bazarda hər piştaxtanın qarşısına alışın qiyməti müəyyən qədər aşağı salınmaqla bir miqdar vəsaitin qorunması, saxlanmasını təmin etmək olar. Qidalanmada qənaət edin. Nahar fasiləsi zamanı əksər insanlar kafeyə gedir. Bunun nəticəsində bir neçə manat əlavə pul xərclər, amma nahar yeməyidir, evdən gətirməklə bu vəsaitə qənaət etmək olar. İstirahət və əyləncə edilmiş xərcləri bir daha nəzər salmaq lazımdır. Yəni, yeni kino filmi kinoteatrda seyr etməyə tələsməyin. Bunu DVD disk şəklində əldə edin, yaxud internetdən götürün. İndi müasir televizordur, HD effekti verir və bu da filmi nümayiş etmiş kimi kinoteatr qədər maraqlı edə bilər. Uyğun mobil operatorunu seçmək lazımdır. Yəni, bütün lazımsız tarif xərclərini dayandırmaq üçün mobil operatorun tarif planını diqqətlə izləmək lazımdır. Ola bilsin, öz mobil operatorunuzu digər daha sərfəli dəyişə bilərsiniz. Başqa mağazanın xidmətindən istifadə edin. Bahalı ticarət mərkəzlərində alış-verişi təxirə salın. Adi supermarketdə nəsə seçməyə çalışın. Bu supermarket evinizə yaxın olar, seçsəniz, nəqliyyat xərclərinə də qənaət edə bilərik. Bəzən adi mağazadan olduqca keyfiyyətli və münasib qiymətə alış-veriş etmək də olar. Və lazımsız heç nə almayın. Əl-xüsusda kreditlə, heç bir bahalı telefon və yaxud da geyim. Unutmayın, xərcləri azaltmaqla gəlirinizi artıra və etibarlı şəxsi büdcə yarada bilərsiniz. Belə müəllimlər, ikinci mövzumuzun izahı bu qədər.